Mən 216 kiloydum. İndi bu dəqiqə hal-hazırda 110 kiloyam. Deməli, 106 kilo arıqlamışam. 92-dən Bakıda yaşayıram, hələ mən park görməmişdim. Təngi nəfəs, ayaqlarım şişirdi. 1 saat keçirdi, ayaqqabı cırılırdı ayağımda. Bəlkə də evladın özü də utanır. Ciddi şəkildə ağciyər yetməzliyi var idi. 30 nəfər adam var, bir dənə mən girirəm, mən də fərqli olmamaq, 216 kilo, hamı sənə baxır. İnsanda həvəs deyilən bir şey qalmır. Yaşamaq baxımında, gəzmək baxımında. 216 kiloqramlıq piylənmədən əziyyət çəkən bir pasiyentdə biz hər hansı bir orqanın sağlamlığından söhbət eləyə bilmərik. Təngi nəfəs, ayaqlarım şişirdi. Ayağıma bir ayaqqabı geyinirdim. Üstündən 1 saat keçirdi, ayaqqabı cırılırdı ayağımda. Artıq çəki və piylənmə dünya əhalisi üçün ciddi problemlərdən biridir. Piylənmənin fəsadları barədə çox danışılmasına baxmayaraq, təəssüf ki, bu yetərli təsir göstərmir. Statistikaya görə dünyada piylənmədən əziyyət çəkənlərin sayı günbəgün artmaqdadır. Kökülük ciddi fəsadlara səbəb olur. Əvvəla insan hər gün artıq yük daşımalı olur ki, bu da daxili orqanların normadan artıq işlənməsinə və tez sıradan çıxarılmasına gətirib çıxarır. Piylənmənin son mərhələsindən isə planetimizdə təxminən 500 milyon insan əziyyət çəkir. 18 ay əvvəl qəhrəmanımız Samir də 216 kiloqram bədən çəkisi ilə yaşayırdı. Təbii ki, buna yaşamaq demək olardısa. Yaşamaq həvəsi olmur da insanda çox. Vəs 216 kilo nə deməkdir bu dəqiqə? Təzyiq ən aşağısı normal 200 təzyiqlə mən gəzirdim. Piylənmə bütün orqan və sistemlərin işini birmənalı şəkildə pozan multifunksiyonal bir xəstəlikdir. Burada qaraciyər yağlanmasından söhbət gedir, qaraciyərin iş funksiyası azalır, yağlanmaya bağlı ürək-damar sistemi, çəkinin artmasına bağlı ürək-damar sisteminin və yaxud da ağciyərlərin normal şəkildə işləməsi, hormonal sistemin demək olar ki, çökməsi. Yəni kimsə də mənə deyəndə deyirdim ki, sən indi mənə canı yanan çıxıbsan, bunları mənə deyirsən, bu boyda adam olar, bu boyda köklü olar. Fikirləşirdim ki, yəqin ki, belə də dünyamı dəyişərəm. Azərbaycanda 2 dənə dükan var idi, böyük bədən. Orada da 8XL, 9XL ancaq mənim kimlərin, ancaq da qara rəngdə. O da ki, alırdın, ta orada fikirləşmirdin, bu mənə yaraşar, yaraşmaz. Maşına oturursan, skorsa əlin çatmır, pedala ayağın çatmır, ayaqlar şişir, bədən yekə, qollar yekə. Məsəl üçün, parkda gəzməyə utanırsan, məsəl üçün, bir yaxşı bir məkan olur, dostların çağırır, utanırsan getməyə, sərbəst oturmağa utanırsan. Ya girirsən, indi insanlardır da, baxışına nə deyəsən? Deyəsən ki, belə baxma. İçəri girirsən, 30 nəfər adam var, bir dənə mən girirəm, mən də fərqli olmamaq, 216 kilo, hamı sənə baxır. Evladınla üzr istəyirəm böyüklərdən, evladınla ürəyin istəyən yerlərə gedə bilmirsən, utanırsan. Ya bəlkə də evladın özü də utanır. Belə bir şeylər olur. İnsanda həvəs deyilən bir şey qalmır. Yaşamaq baxımında, gəzmək baxımında, nə bilim, nə baxımında desən, yəni kök insanda yaşamaq, yəni sıfıra bərabərdir. Mən özümdə bunu görmüşəm. Kompleks bir tərəfdən, utancaqlıq bir tərəfdən, ancaq həvəs bir dənə odur. Yiyəsən, bir addım atasan, stolda oturub, televizora baxıb yatasan. Vəsə. Ciddi şəkildə ağciyər yetməzliyi var idi. Şəkərli diabet, prediabet artıq hakim idi Samir bəy, belə deyək. Məsələ budur. Yağlı qaraciyər sindromu ciddi şəkildə ən narahat edən faktorlardan biri idi. Və bir də sadə bir şey də deyək də, 216 kiloqramlıq piylənmədən əziyyət çəkən bir pasiyentdə biz hər hansı bir orqanın sağlamlığından söhbət eləyə bilmərik. Biri var, oturub namaz qılasan, indi oturub namaz da qıldın. Amma yəni dəstəmaz üçün çox çətin idi, çox. Hədsiz yəni çətindir, hədsiz. Şalvarı belə bağlamaq belə zülüm çəkir insan. İstəyir əqqapla bağlı, istəyir corabla bağlı, istəyir şalvarını bağlamaqla bağlı, yatmaqla bağlı. Yəni insanda 1 qram rahatçılıq olmaz.
1 qram. Yatanda da narahat yatırsan. Məsələ budur. Elə bil ki, türmə həyatı yaşayırsan. Samir bütün üsulları sınasa da nəticə əldə eləyə bilmir və son əlac kimi bariatrik cərrahiyyəyə üst tutur. Mən əməliyyata girəndə Allaha bağlanıb və Allahla bir dənə onu demişəm ki, şükür Allah məsləhəti və əgər bu əməliyyatı mənə məsləhət görürsən də, görməsən də, yəni mən sənə güvənib bu əməliyyata girirəm. Anestezioloji komandanın, yəni narkoz həkimi dediyimiz anestezioloqun çox böyük bir rolu var, çox böyük bir rolu var. Çünki 216 kiloqramlıq bir insanın ürək-damar sistemin, ağciyərin, tənəffüs sistemin və digər bir orqanların anesteziya zamanı stabil saxlamaq və narkoz bitdikdən sonra anesteziyadan ayrılma dövründə sağlam şəkildə onları geri gətirib pasiyenti ayıltmaq önəmli məsələlərdən biridir. Mənim şəklimi çəkdilər kök olan vaxtı. Və mən etiraz elədim ki, məni heç bir sosial şəbəkələrdə də paylaşılmasın. Bu da mənə qayıtdı ki, həkim baş üstə. Olmaz, olmaz. Amma bir müddətdən sonra mən o həkimin səmimiyyətini gördüm. Mənə yandırdığı canı gördüm. O qədər mənim əməliyyatım rahat keçib ki, yəni mən o rahatçılığı görmüşəm ki, gözümü yummaqla açmağım elə bir eyni saniyədə olub. Elə bir, mən elə təsəvvür eləyirəm. Samir əməliyyatdan sonra yeni bir həyat tərzi qurur. Doktor Taryel Ömərov onunla yaxından maraqlanır və lazımi istiqamətlər verir. Samir hər gün qidalanma və həyat tərzi təlimatlarına riayət edərək irəliləyir. İndi həkimlər var ki, işlərini gördülər, bitdi, məsələ bitdi. Hər həftə özü bir, axşamlarda köməkçisi. Nə yediniz, nə içdiniz, mədəvinizdə nə baş verdi, jog oldu, olmadı, təzyiqiniz necədir? Yəni, hər ay elə bir həftə, elə bir gün olmadı ki, onlar məndən əlaqə saxlamasın. Mən onda gördüyümü heç bir həkimdə görmədim. Əmən o 216 kiloda bir dənə diri çörək yeyirdin, ha. Onlara qayıtsan, mən buna yəni sənə ehtimalı vermirəm. Nə də mən demirəm ki, sən ya arıqlaya bilərsən, ya kökələ bilərsən. Amma mən deyənlərlə bu əməliyyatdan oldum 1 il tamamına qədər, necə ki, birinci gündən 1 ilə qədər gəldin, elənçi həyatını sürsən, inşallah ki, şükür olsun Allah ki, səndə 1 qram nə kökəlmə ola bilməz, nə də narazılığın ola bilməz. Bariatrik cərrahiyyə haqqında dolaşan şayələrdən biri də sonradan onun xərçəng kimi ağır fəsadlara səbəb olmasıdır. Doktor Taryel Ömərov elmi araşdırmaları təqdim eləyərək bu məsələyə aydınlıq gətirir. Faktlar göstərir ki, əksinə, mədə kiçiltmə əməliyyatından sonra insanların həyat keyfiyyəti artır. Dünyada bu əməliyyatlar 1954-cü ildən aparılır və 91-ci ildən bütün beynəlxalq kriteriyalara daxil olub və ümumdünya səhiyyə təşkil. Mədə kiçiltmə əməliyyatları dediyimiz bariatrik metabolik cərrahi əməliyyatlardan sonra hər hansı bir uzun dövrdə onkoloji xəstəliklərə əmələ gəlmə, hətta bir dənə olsun belə rəsmi elmi fakt yoxdur. Bunu biz demirik, bunu bütün dünya ədəbiyyat deyir və ən önəmlisi odur ki, biz artıq 11 ildə ölkəmizdə bu əməliyyatlar aparır. 12-ci ilə gedirik və bu 11-12 il ərzində bütün total olaraq əməliyyat olunmuş pasiyentlərin sayı 10 minə çatır. 10 minə çatır statistik olaraq ki, bunların arasında hələ elmə məlum olan, gözlə görünən statistik olaraq bir dənə də olsun pasiyent yoxdur ki, biz deyək ki, bəli, bu buna görə olub. Tam tərsinə, piylənmədən canını qurtarmış bir pasiyent daha sağlam, daha gözəl immunitetə malik olan, daha ideal bir pasiyentdir və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi proqnoz əsasən söyləyirəm bu cümləni ki, hər bir piylənmədən azad olmuş bir pasiyent, yəni hər bir mədə kiçiltmə əməliyyatı keçirmiş pasiyent, bariatrik metabolik cərrahi əməliyyatı keçirmiş, normal çəkisində, normal sağlamlığı olmuş pasiyent ömrün 12-15 il artırır. Tam əksidir. Yəni, o dediyiniz şeylər miflərdir, nağıllardır və mən hər zaman da fürsətdən istifadə edib bütün istər konferanslarda, istər seminarlarda, istər pasiyentlərin üzbəüz görüşdə çalışıram ki, bunları elmi əsaslarını izah edək. Məqsəd o deyil ki, o pasiyent inanıb əməliyyat olunsun. Məqsəd odur ki, düzün bilsin. Əsas məsələ bir prosesin
düzgün qaydaların olmasıdır. Aradan 18 ay keçsə də Samir vaxtaşırı modern hospitala gələrək sağlamlığını yoxladır. Həkim Taryel Ömərov onun nəticələrinə diqqətlə baxır və yenidən istiqamət verir. Bu görüşlər Samirin motivasiyasını daha da gücləndirir və o öz hekayəsinə daha böyük diqqətlə davam edir. Xoş gəldiniz. Necə sağ olun. Əyləş. Belə işlər. Maşallah yaxşısınız. Şükür olsun Allah. Əla, Allah əla. razı olsun hər şey. Sonuncu kontrolumuzdan sonraki dövrdə hər şey normal keçir. Hər şey yaxşıdır. Hər şey, heç bir narazılıq yoxdur. Şükür olsun Allaha. Burada əsas önəmli məqamlardan biri də bu birinci il ideal şəkildə arıqlayırıq, kontrolda saxlayırıq, əsas məsələlərdən biridir. Amma bundan sonra müəyyən bir bədən çəkisinə çatıb, müəyyən bir sağlamlığa qovuşan pasientlərimiz çox zaman arxayın olurlar ki, artıq bitdi. Ona görə bu işi elmi olaraq, fəlsəfi olaraq pasient özü bilməlidir ki, artıq nələr var. Yəni biz bir sağlam bədənə qovuşmusunuz, sahib olmusunuz, bunu qorumaq lazım. Sizin əməliyyatdan qabaq diabet, prediabet var idi. Sizin qaraciyər yağlanmanız ciddi səviyyədə idi. Sizdə çox ciddi şəkildə ürək-damar sistemi problemləri var. Şükür Allahın onların heç biri yox. Hamısı normallaşır. Samirin həkiminə olan minnətdarlığı dostluğa çevrilir. Onlar çay süfrəsi arxasında sadə dostlar kimi söhbət edirlər. Söhbətlər həyatın müxtəlif tərəflərinə işıq tutur və bu anlar həm Samir, həm də doktor Taryel Ömərov üçün unudulmaz olur. Necəsən əzizim? Necədir bu əməliyyatdan sonraki dövr? Şükür olsun Allah doktor, çox yaxşıyam. Mən əvvəla sizə təşəkkürümü bildirirəm və mən sizin birbaşa əllərinizdən öpürəm. Çünki həqiqətən də əvvəlki gündən necə danışdıq, necə mənə ümid verdiniz, necə dedinizsə, onların hamısını şükür olsun Allah ki, bunları yaşayıram və görürəm. 18 ay bundan dala nə nəfəs ala bilirdim, nə yeriyə bilirdim, nə belə koftalar geyinə bilirdim. Yazıcı gəlsə, siz bizim yanımıza gələndə dediniz ki, biz bir neçə dənə həkim gəzmişik. Yəni bəzi həkimlər deyib ki, mütləq bu qədər arıqlamalısan, bəzi həkimlər deyib ki, bunu eləməkcə olmaz falan. Əlbəttə, böyük risk idi. Hər 10 kiloqram çəki hansısa bir orqanın iş yükünü artırır. Hər 10 kiloqram çəki hansısa bir orqanın işləmə funksiyasını pozur. Və nəzərə alsaq ki, siz 80-90 kiloqramlıq normal bir insan olmalı olduğunuz halda 216 kiloqram idiniz və bu ciddi bir məsələlərdən biri idi, ciddi bir təhlükəli məsələ idi. Şükürlər olsun ki, hər şeyimiz normal keçdi, əməliyyat da normal keçdi. Həqiqətən sizin əməliyyatınız da çox belə deyək, effektiv normal keçmişdi. Əməliyyatdan sonraki o ilk 8-9 saat sonra palatda gəzdiyiniz videolar bizdə hər zaman durur. Önəmli məsələlərdir. Dəhlizin demək olar ki, 3də 2-sini pasientimiz tutmuşdu. Məsələ bu idi. Və burada üçüncü önəmli əsas məsələlərdən biri də biz cərrah olaraq, komanda olaraq hər zaman istəyirik pasiyentə ən yaxşısını eləyək. Hər zaman istəyirik ki, o pasiyent bizim gördüyümüz işlərin ən ideal və ən effektiv olmasından danışsın, bizi tərifləsin, desin ki, nə gözəl həkimdir. Amma burada bir nəzərə alınmayan üçüncü nüans var. Pasiyentin pozitivliyi və əməliyyatdan sonraki dövrdə bizim dediklərimizə nə dərəcədə düzgün əməl eləməsi. Yəni, bu əməliyyatların sonraki dövründə bir növ bu işin fəlsəfəsinə varmaq məsələsi var. Çox təəssüf hissi ilə deyirəm ki, bəzən pasientlərimiz fikirləşir ki, artıq mən əməliyyat olmuşam, bitdi, mən arıqladım və ya arıqlayacağam. Bu deyil. Biz sizə bir sağlamlıq bəxş eləmişik. Sizinlə birlikdə getmişik bir yolu. Bir il ərzində siz orta hesabla öz çəkinizin bir 60%-nə qədərini itirmisiniz. Bir 50% deyək. Bunu itirmisiniz. Və bundan sonraki dövrdə artıq bunu necə qoruyacağınızı siz bilirsiniz. Siz bilirsiniz. Əlbəttə, biz hər zaman deyirik, yəni bunu hətta siz də etiraf edə bilirsiniz. Biz hər zaman deyirik ki, siz ətdən hazırlamış istənilən yeməyi yeyə bilərsiniz. Kababınızı yeyin, kotletinizi yeyin, ən yağlı yeməklərinizi belə yeyin. Əsas odur ki, sintetik karbohidratlara aludəsi olmayaq. Bu bizim ən önəmli məsələlərimizdən biridir. Pasiyent nə dərəcədə düzgün əməliyyat olunursa, nə dərəcədə düzgün həkim seçim edirsə, seçilmiş həkim nə dərəcədə düzgün qaydalara uyğun şəkildə pasiyentə beynəlxalq protokollar əsasında uyğun əməliyyat seçib eləyirsə, nə dərəcədə əməliyyatdan sonraki dövrdə bu pasiyenti bir il ərzində istədiyi çəkiyə çatdırırsa, bunlar hamısı bu nə dərəcənin bir hissəsidir. Eyni dərəcədə də əməliyyatdan bir il sonraki dövrdə pasiyent özünə diqqət eləməlidir. Bütün heyətimiz superdir, birə birdilər hamısı. Əsas odur ki, hamımızın birliyi var.
Mən orada da heç nə hiss eləməmişəm. Mən elə bilmişəm ki, 15 dəqiqə əməliyyat kəsilir, bədə kəsildi, qurtardı. Sadəcə bir gözümü yumdum, bir də açanda şükür olsun Allaha ki, gözümü açdım. Dediniz, hər şey normaldır. Samir indiki həyatına baxaraq keçmişini geridə qoyduğunu hiss eləyir. O özünə inamı tam bərpa eləyib, fiziki dəyişikliklər isə ruhunda və sağlamlığında inqilablar yaradıb. Bundan gözəl həyatda nə ola bilər ki? Bundan gözəl nə maraqlıdır? Bu təbiətdir, baxırsan, eləyirsən, amma 216 kiloda nə bu təbiət yada düşür, nə bu dəniz yada düşür, nə bu şəhərə baxmaq yada düşür. Mən bir dəqiqə arıqlamışam, elə bilirəm ki, anadan təzə olmuşam. Elə bilirəm dünyaya təzə baxıram. İndi şükür olsun Allaha, təngi nəfəslik yoxdur, köklük yoxdur, rahat kompleksin yoxdur, rahat gəzirsən. Məsələ budur. Yəni biz sadəcə bir insanı arıqlatmırıq. Biz bir insanın hormonal sistemin, bir növ necə deyək, bu əməliyyatlar həmin hormonal sistemi update edir, sıfırlayır və yenidən formalaşdırırıq. Sağlam bir formada formalaşdırırıq. Yetər ki, əməliyyatda uyğun pasiyent kriteriyamız düzgün olsun, düzgün əməliyyat edək və əməliyyatdan sonraki dövrdə də pasiyent deyilənlərə düzgün həyata keçirsin. 92-dən Bakıda yaşayıram, hələ mən park görməmişdim. Görmüşdüm, el ancaq maşından keçəndə. Ta çıxın parkda, amma indi o qədər həvəs gəlib ki, hər gün tezdən dururam parkda biraz gəzirəm, həyətdə gəzirəm. Bu vesi atandan nə şəkərim var, nə təzyiqim var, nə təngi nəfəsliyim var, ayağımda şiş nədir, bunların heç biri yoxdur. Mən 18 aydır olmuşam, 18 ayda da ki, nə mənim immunitetim düşməyib, heç bir dərman, qida yəni almamışam, yəni içməmişəm heç nə. Mən özüm çəkimdə adamları görəndə birinci yaxınlaşıram, deyirəm, çox üzr istəyirəm, bu sözün bəlkə ola bilər qəlbimə dəyər, amma mənim qəlbimə dəyirdi. Amma deyirəm, indi bil, bax mən də şəklimi göstərirəm, mən belə olmuşam və mənə baxırlar, şokda olurlar ki, bu əməliyyatı kim eləyib? Deyirəm ki, Tariyel Ömərov. Allaha şükürlər olsun, bu günə min şükürlər. Gör, hardan hara gəlmişəm, bu boyda podiumu qalx, şükür olsun Allaha. Dənizə baxıram, dəniz də mənə baxır. Şükür olsun Allaha, ilahi pərvərdiyar. Sənə şükürlər olsun Allah, səni tanımayana nə elədir.